Allahın adıyla salam dəyərli tamaşaçılar, hər vaxtınız xeyirli olsun. Ramazan ayında bəzi məsələlər var ki, istəyirəm sizin nəzərinizə çatdırım. Deməli, Ramazan ayında əgər bir adam oruc tutubsa, təbii ki, iynə və sistemdən istifadə eləyə bilər. Hətta bu iynə və sistem bədəni gücləndirmək üçün olsa da, onun orucu batil olmur. Əgər bir adam gözə və qulağa dərman istifadə etmək istəsə, təbii ki, orucu batil olmaz və bundan da əlavə, əgər bir adam burnuna dərman istifadə etsə, o boğaza çatmasa, yəni həmin dərman boğaza çatmasa, orucu batil olmur. Bu nəzərlər Ayətullah Sistani ağanın nəzərləri idi. Bunları dedim ki, siz də biləsiniz və mən də xeyrə vəsdə olum. Bizlərə dua edin, salamat qalın.